Bu yeməyi mütləq hazırlayın. Əvvəlcə ərzaqları hazırlayırıq. Yuyulmuş, doğranmış kartof, qaynadılmış ət, kub-kub doğranmış soğan, yarım xörək qaşığı duz, biraz da istot, 1 xörək qaşığı tomat pastası və biraz çörək yağı hazırlayırıq. Belə videoların davamlı olması üçün zəhmət olmasa kanalıma abunə olun. Əvvəlcə yağı qazana əlavə edirəm və onu ərdirəm. Daha sonra üzərinə soğanları əlavə edirəm və onları yaxşı qızardıram. Soğanlar biraz da qızardıqdan sonra üzərinə əti əlavə edirəm və onları da birlikdə qızartmağa başlayıram. Soğan və ət qızardıqdan sonra üzərinə tomat pastasını əlavə edirəm və onları da yaxşıca qarışdırıram. Duzunu və istotunu da əlavə edirəm. Ət suyunu heç vaxt atmıram və yeməyin üzərinə əlavə edirəm. Lazım gələrsə biraz da su əlavə edə bilərsiniz. Bunlar biraz bişdikdən sonra üzərinə kartofları da əlavə edirəm və qoyuram kartofları bişməyə. Və budur, yeməyimiz hazırdır. Kim arzulayırsa nuş olsun.